olmasa bizim muzeylə tanış edin. Bildiyiniz kimi Abdullah Şaiqin Mənzil Muzeyidir. Abdullah Şaiqin mənzili 1914-cü ildə keçir, anası və qardaşı ilə birgə 1957-ci ilə qədər bu mənzildə yaşayır. Mənzilimiz 4 otaqdan ibarətdir. Bu birinci otaqdır, Şaiqanə İadət adlanır. Gördüyünüz bu vitrində Abdullah Şaiqin bir sıra dillərə tərcümə olunmuş əsərləri var. Buradan bir kitabı qeyd edeyim ki, bu Liliana Grimm'in yazdığı kitabda Alman dilində. Təqdimatı da bizim muzeyimizdə baş tutub. Abdullah Şaiqin orada Tifti xanım və Türkü Həcə gedir əsərləri Alman dilinə tərcümə olunur. Bu vitrində isə Abdullah Şaiqin özünün tərcümə elədiyi əsərlər var. Abdullah Şaiq tərcüməçiliklə də məşğul olub. Burada Bartodan Pendergast, Shakespeare'dən və bir çox yazıçılardan bizim dilimizə tərcümələr edib. Burada isə əl yazmalarını görürsünüz Abdullah Şaiqin. Qeyd edelim ki, Abdullah Şaiq ana dilində yazıb, ancaq 3 qrafika ilə, ərəb, latin və kiril qrafikaları ilə yazmışdır. Bu vitrində isə gənc yazarlar hər daim Abdullah Şaiqin yaradıcılığını diqqət mərkəzində saxlayıblar. Burada əgər Şaiq olmasaydı kitabı var, o kitab bizim muzeyimizin əməkdaşlarının tərtib elədiyi bir kitabdır. Eyni zamanda bu vitrində də Abdullah Şaiqin bir sıra dillərə, Gürcü, Türk, Rus və bir çox dillərə tərcümə olunmuş onun əsərləri haqqında, yaradıcılığı haqqında məlumatlar var. Bu kitab isə Türk dilinin antologiyasıdır. Bu yazıcı ana tərəfindən öz avtoqrafı ilə bizim muzeyimizə hədiyyə olunmuş bir kitabdır. Türkçü yazar olduğu üçün Abdullah Şaiqin yaradıcılığı haqqında da burada məlumat var. Bu vitrin isə Abdullah Şaiqin nəvəsi Şaiq müəllimə aid bir vitrindir. Abdullah Şaiqin vəfatından qısa zaman sonra dünyaya gəldiyi üçün ona Şaiq adı verilmişdir. Baxın, orada misqablar var. Həmin misqablar Borçalıdan gəlib Abdullah Şaiqin anasının mətbəxdə istifadə etdiyi əşyalardır. Abdullah Şaiqin yaşadığı vaxt bu otaq mətbəx kimi istifadə olunur. Bəli. Bu mətbəx olur. Telefonlar səsi və bu səs düşməsin. Biz istifadə edebiliriz. Mənim telefon götürüm. Bu isə mənzilin ikinci otağıdır və Abdullah Şaiqin ailəsi haqqında burada məlumatlar var. Saat fransız istehsalı bir saatdir, Abdullah Şaiqin vəfatı zamanında dayandırılmışdır. Bu isə nəsil səcərəsidir. Abdullah Şaiqin böyük oğlu Kamal müəllimin istəyi üzərinə Əli Zeynallı tərəfindən tərtib olunmuş bir nəsil səcərəsidir. Qeyd edeyim ki, bu nəsil Mustafa kişidən başlayıb Axund Talib, Molla Süleyman və indiki nümayəncələrinə qədər hər kəsin adı var. Talıbzadə soyadı isə ulu babası Axund Talibdən gəlir. Bir sualım var. Siz zəhmət olmasa deyin, yəni Abdullah Şaiq bu mənzildə neçənci ilə qədər yaşayır? 1914-cü ildə bu mənzildə keçir, 1957-ci ilə qədər bu mənzildə qalır. Yəni yaşayaraq, bu mənzildə yaşayaraq, yəni hansı fəaliyyətlə məşğul olur? Müəllimlik fəaliyyəti var, müəllimlik fəaliyyəti ilə, şairlikləri, bir qədər bu barədə danışaq. Müəllim kimi fəaliyyət göstərib, 3-cü otaqda o barədə daha ətraflı məlumat verəcəm. Yazıcı olub, publisist olub, dramaturq olub, tərcüməçiliklə də məşğul olub və bir çox fəaliyyət sahələrində məşğul olub. Buyurun, tanışın. Bu masa haqqında məsələn? Bu masa Abdullah Şaiqin, belə deyim də, bir çox şair dostlarının bu masa arxasında toplaşıblar və müəyyən, necə deyim, diskussiyalar apardılar, söhbətlər eləyiblər bu masa arxasında. Səməd Vurğun əyləşib bu masa arxasında, Mikail Müşfiq əyləşib və bir çox tanınmışlar indi... Burada Bəli, həmin süfrədə eyni masa, stullar da istifadə olunur. Bir də onu qeyd edeyim ki, bu mənzildə nə ki əşyalar görürsünüz, hamısı Abdullah Şaiqin və ailəsinin istifadə etdiyi əşyalardır. Bu vitrin nəzərdə? Bu vitrin Abdullah Şaiqin şəxsi əşyalarının qorunub saxlandığı bir vitrindir. Burada Qoşu Çınar illüstrasiyası var ki, onu Abdullah Şaiq özü çəkib. Bu onun klişeləri, yəni möhürləridir ki, kitab tərtib edərkən Abdullah Şaiq həmin möhürlərdən istifadə edib. Burada saçı var, xatirə kimi qorunub saxlanılır. Buxara papağı var, cib dəftəri var. Cib dəftərin içində Şəhzadə xanımın kiçik şəkli var. Şəhzadə xanım Abdullah Şaiqin həyat yoldaşı olub. Medallardır, saatlardır. SSR dövründə 2 çağırış deputat kimi fəaliyyət göstərib həmin sənədlərdir və digər şəxsi gigiyenik əşyalarıdır. SSR yaşlılar birliyinin əsgəsinə baxılır. Səhv eləmiriksə, Səməd Vurğunun yoldaşı Xavər xanımdan Şəhzadə xanım bacı olub. Bəli. Onların Səməd Vurğunun da toyu bu mənzildə olub. Abdullah Şaiqin də toyu bu mənzildə olub. Bu xanımlar? Mehri xanım Talıbzadədir, Abdullah Şaiqin anasıdır. Bəli.
903-də rəhmətə gedib, yoxsa doğumu? Yox, Tiflisdə çəkilmiş şəkildə. Hə, o çəkilən tarix. Deyir bax o. Tarix. Keçək Mesela orada kişi kimdir xanım? O Axın Mustafa Talıbzadə Abdullah Şaiqin atasıdır. Bəli, Tiflisdə Şeyx Mustafa'nın Mecin Ali vəzifəsində çalışıb. Restorasyon sənədlərini özünün öhdəyə qoyub. Abdullah Şaiqin qızı Gülbəniz xanıma aid xatirə əşyalarıdır. Bu Vinetkadır, bəli. o qızına aiddir. Bəli, qızına aiddir. Ha, Medin Üstüddə yer. Bəli. Həkim kimi fəaliyyət göstərir. Sonra onun tarihi necə olur? Belə deyim də, həkim kimi fəaliyyət göstərir. Buradan başlayacaq. Hə. Bu mənzilin 3-cü otağıdır və Abdullah Şaiqin pedaqoji fəaliyyətinə həsr olunmuş bir otaqdır. Abdullah Şaiq Tiflisdə, daha sonra Xorasanda təhsilini başa vurduqdan sonra Bakıya işləmək üçün gəlmək istəyir və Nərman Nərmanovun da iştirak elədiyi heyət qarşısına əla qiymətlərlə çıxış edir və ana dilində dərs deməyə haqq qazanır. Bakıda bir çox məktəblərdə ana dilindən dərs deyir. Dərs dediyi ərəfədə görür ki, dərsliklər demək olar ki, yoxdur, tapılmır və özü belə dərsliklər tərtib edir. Onun öz xəttidir də. Bəli. Qıraq kitabı, Gülzar, Uşaq Gözlüyü, Türkçələrdir, ikinci. Yəni, bu kitabların adları çox gözəl. Onda Azərbaycan Demokratik Respublikası zamanı kitab təfsirləri hazırlanıblar 1920-də. Bəli, hə, o ərəfələr. Çünki o vaxtı olub Fransa. Yox, o Kamal müəllimdir və xanım. Kamal müəllimi də yəqin bizim tədbirçisimiz ki. Kərxan müsəllidir. Gözəl olar. Sən əsas bu Buyur kamera. Bu yaxında bizim deməli biz Borçalı Cəmiyyət olaraq Abdullah Şaiqin mənzil muzeyindəyik. Bilirsiniz mi? Abdullah Şaiq əslən Borçalı kökənlidir. 1861-ci ildə Tiflisdən alınıb, 24 fevraldan alınıb, Tiflisdən alınıb. Sonra isə deməli ailəsinə birlikdə Bakıya köçüblər və bu evdə məskunlaşıblar. Və bu evdə çox qəribədir ki, bu evdə gör neçə dənə Abdullah Şaiq yaşayıb. Şair Abdullah Şaiq, tərcüməçi Abdullah Şaiq, publisist Abdullah Şaiq, sonra ədəbiyyatşünas Abdullah Şaiq, dramaturq Abdullah Şaiq, müəllim pedagog Abdullah Şaiq və bununla da Azərbaycanda uşaq ədəbiyyatının banilərindən biri olan Abdullah Şaiq. Yəni bir ömürdə neçə ömür yaşayır. Yəni insanda bu qədər enerjinin haradan olduğu çox belə maraqlıdır, çox belə təsir edici. Yəni muzeyin özü də bir adama təsir edir. Və mən o taxta qapını əlimi üçgə vurdum, dedim, mən də xoşbəxt adamam ki, buraya kimlərin o qapının rüskasına əl deyib. Müşürün əli deyib, Sağlıqın əli deyib, Süleyman Səməd Fırın. Burada bu gözəl günlərin və eyni zamanda əks olaraq bir həm şad, həm də ki, başqa günlərin burada keçirilib, adama çox təsir edir. Ən çox belə məni həm ictimai cəmiyyətlə məşğul olduğuma görə insanlarda ən böyük məndə təsir yaradan insanın məkanpərvərliyidir. Məsələn, hər birimizin işimiz ayrı-ayrı tutula bilər. Amma insan vətənpərvərdir biraz. Yəni vətənini, torpağını, millətini sevərək yaşayır, yoxsa öz şəxsi mənafe üçün yaşayır. İşləyirik də hamımız. Beş-üç qəbir üçün yapılmış olur, amma vətən üçün nə etmişsən sualı olanda insan mal edir ki, burada biraz fikirləşir. Mesela Abdullah Şaiqin 1920-də Azərbaycan Demokratik Respublikası yaranan kimi özünün deməli iki mücahid və
atlı yaralı əskər şeirləri var. Burada deməli Daşnasutun Partiyasının o zamanki özəklərindən hansı mübarizəni aparıb, yəni öz xalqı üçün, millət üçün, eyni zamanda o zaman bildiyinizə görə Türk sinifləri yox idi. Bizim yeni dövlət yaranan zaman, o zaman deməli Rus məktəblərində başlayıb Türk dilli siniflər açılır. Türkçülüyün əsası Türkçülüyün, olmalı, çox böyük tarixi xidmətləri var. Tarixi xidməti var. Deməli, eyni zamanda sonra təhsil komissiyasında üzvü olur. Bizzat orada xeyriyyə cəmiyyəti olur. Və bunların hamısından bərabər deməli, o zamanda deməli, bizim yeni yaranmış Azərbaycan Demokratik Respublikasının təhsil sistemində nələr etmək lazımdır, Abdullah Şaiq heç yerdə qalmayıb və onun inkişafına çalışır. Çox qəribədir ki, deməli, bilirsiniz ki, Qızıl Ordu gələndən sonra burada hakimiyyət bolşeviklər gəlirlər və ondan sonra da Abdullah Şaiq özünün pedaqoji fəaliyyətindən qıraqda qalmır və çalışır özünün xalqı və milləti üçün. Çox belə az adamlara müəssər olur ki, böyük bir insanın düşərək uşaq səviyyəsinə düşüb və uşaq kimi danışmağı hər adamda yoxdur bizdə. Hamı özünü biraz təkəbbürlə aparır, yazıçılarımız, bütün şairlərimiz. Amma Abdullah Şaiq uşaq kimi uşaq ədəbiyyatını yaradır. Məzun Tıxtıxanlı, onun Türkiyəcini var. Layla şeiri var. Bu seyfəyəsi məktəbdə. Bilirsən, bu insanın bu böyüklüyünə xəbər verir. Yəni, bu qədər böyük adamlar. Ki, adam uşaq səviyyəsinə düşəsən və böyük uşaq dilində danışasan. Bizim hər birimiz böyüklər, yeni uşaqlarımız da var. O səviyyədə də danışa da bilmirik, uşaqla biraz. Amma insanın böyüklüyü elə burada deyil. Yəni ki, o və ondan sonra da biz bilirik ki, bu öz fəaliyyətində Azərbaycanda və elə gəlir ki, bəlkə də bunu deməli çəkinmirəm, Türk dünyasında uşaq ədəbiyyatının yaradıcılarının manilərindən biri səviyyəsində baxır. Bu, onun xoşbəxtçiliyi əlbəttə. Büyünün hər bir evdə, belə mənim də o içində olmaq şərtində şeirin nə olduğunu onda biz öyrənmişik. Yəni bu şeir belədir ki, deyirəm, uşaq vaxtı şeir öyrənən zaman bu ailə şeirini hamı öyrənir. Bizim üçün maraqlıydı uşaq vaxtı Tıxtıxanlı idi, Türkiyə əcəlidir və bunların deməli təsir altında biz böyümüşük. Əlbəttə orada Türkiyə əcəl edir, o uşaqlar üçün deyil, onun biraz fəlsəfəsinə gedəndə o elə bizim üçün. Elə afişada da gördüyümüz, o dövrün afişasında. Bu zaman üçündür, bugün deyilib. Bugün Qaraca qız deyilib onlar. Əlbəttə, böyük bir təfəkkürdür. Bizi çalışmalıdır ki, onun yeşisini, onun qoyduğu, bu uşaq ədəbiyyatında, dramaturg kimi, tərcüməçi kimi, ədəbiyyatçı kimi, şair kimi, yazıcı kimi, çalışaq kimi təbliğ etmək lazımdır. Bu bizə lazımdır, bizim gələcəyimiz lazımdır, bizim uşaqlarımız lazımdır. Bax belə. Mən əlbəttə bu evdə mən ona Allah rəhmət eyləsin, sözünü biraz çəkinirəm, o bizdən başlayır. Bilirsən, bizim hər birimizin ailəmizdə bir adlı şair var. Çünki ona əsərləri var, nəvələrimiz oxuyur, uşaqlarımız oxuyurlar. Yəni, həmişə yaşar bir şair. Hər bir ev, hər bir Azərbaycanlı evində, təkdə bir Borçalıların yox. Hər bir Azərbaycanlı evində Abdullah Şaiq yaşar. Buna görə də Abdullah Şaiqə elə şəhid statusunda müraciət edir. Özünü şəhid edilmiş Azərbaycan xalqının təhsilində, yazısında, şeiriyyətində özünü göstərir. Düşünürəm ki, biz bu təbliğ edənlərimiz, Borçalıcı olaraq, mən də şəxsən çalışacağım ki, biz təbliğ edək. Bu, bizim bu müzeyə gəlməyənlərə gəlsinlər, baxsınlar. Bu önəmlidir, çox önəmlidir. Belə. çox sağ olun Ramiz müəllim. Arzu edirik ki, bütün muzeylərimizdə
olasınız və eksponatlarla tanış olasınız. Azərbaycanın həqiqətən də maariflərdən işıqlı ziyalıları çoxdur. Bunlardan biri də Abdullah Şaiq. Allah rəhmət eləsin, ruhu şad olsun. Görün biz bugün ev muzeyinin davamını gəzəlim. Burası mənzilin sonuncu və dördüncü otağıdır. Bu güşə Abdullah Şaiqin böyük oğlu Kamal Talıbzadəyə ayrılmış bir güşədir. Onu da qeyd edeyim ki, Kamal müəllim bu mənzilin muzey kimi fəaliyyət göstərməsində çox böyük əmək sərf eləmişdir. Burada isə onun şəxsi əşyaları var. Akademik kimi akademiyada uzun müddət fəaliyyət göstərir. Ədəbiyyatşünaslıqdan bir sıra universitetlərdə dərs deyir və Azərbaycanda ədəbi tənqidin əsasını qoyanlardan biridir. Burada isə Kamal müəllimin tərtib elədiyi, yazdığı kitablar var. Öyle. Bu vitrində və digər vitrində Abdullah Şaiqin kitabları var, əsərləri var. Bu vitrində bir kitabı qeyd edeyim ki, Arazdan Turanın kitabıdır ki, türkçülük ruhunda yazılıb. Abdullah Şaiq öz sağlığında o kitabı çap elətdirə bilmir. Vəfatından sonra Kamal müəllim bu kitabın əl yazmasını tapır və kitab halına gətirir. Burada Ruhullah Axın, Dövlət Ağı Şahbazi, Mikail Müşfiq, onun Abdullah Şaiqin tələbələri olublar. Tevez Abalı bilir. Bəli, tələbəsi olublar. Hasan Beyzor. İnsan burada özünü çox dəyişik hiss edir, xaliq olur. Özümüzə o qədər xoşbəxt hiss edirəm ki, nə yaxşı gəldik, nə yaxşı görürük. Abdullah Şaiq bizim uşaqlarımızın şeirləri. Bir də heç bir mən deyə bilərdim ki, heç bir şairin şeirini hamı 7-dən 77-yə bilmir. Abdullah Şaiqin şeirlərini məndən soruşsam, bu səf 7-8 şeirini əzbərləyərəm. Görün nə xoşbəxtlikdir. Akifliyi qan koyuyoruz. Ama elə bir adam var ki, Azərbaycanda ümumiyyətlə, məsələn, mən öz nəslindən danışıram, 50-ci, 60-cı, 70-ci, 80-ci illərdə hər kəs dil açıb ki, ilk dəfə şeir öyrənibsə, Abdullah Şaiqin şeiri. Ya keçi olur, ya xoruz olur, ya türkiyəcə gedir olur. Böyük insan. Biz çox şeirlər keçə-keçə 10 il məktəb oxumuşuq, bizim vaxtımızda 10 il idi. Amma ki, hansı şeirlər yadda qalıb? Biz o qədər şeirlər oxumuşuq. Səməd Vurğundan qalıb, Abdullah Şaiqdən qalıb ən çox şeirlər. Amma hər bizə yüzlərlə şairin şeiri dərs kitablarımızda olubdur. Amma əsas Abdullah Şaiqin, mən hələ o gün də qeyd edirdim, İlkər xanım bizə qonaq gələndə Abdullah Şaiq üçün biz bilirsiniz ki, təndir keçirdik, anı günü keçirdik. Onda mən dedim ki, nəinki mən? Mənim anam, qardaşımın bir də qaynanası, ikisi oturur Abdullah Şaiqdən. Birinin deyir şeir, birinin hərəsinin 80-85 yaşlarında xanımlardır. Onlar da hələ unutmadılar. Şaiqin sevgidir. Hə, sevgidir. Dili o qədər səlis, o qədər uşaq səviyyəsinə Ramiz müəllim qeyd elədi. İnərək bu şeirləri yazıb, uşaq qəlbinə inərək bu şeirləri yazıb. Nə yaxşı belə bizim şairlərimiz olur zamanında. Əsl şair ki, bugün də yaşayır, bugün də dillər əzbəridir. Zamanın süzgəcindən elə bir keçib gəlib ki, illərlə yaşayacaq, nə ki, Azərbaycan xalqı var, Abdullah Şaiq ilə yaşayacaqdır. Hər kəsin qəlbində. Keçirik növbəti yığılmasa. Bu, Abdullah Şaiqin yaradıcılığında bütün əsərlərini üzərində yazdığı masası olub. Masasını o qədər çox sevilmiş ki, masama aid kiçik belə məlumat xarakterli yazı belə yazır. Buradakilər isə onun şəxsi əşyalarıdır, oxuduğu kitablardır, əl yazması var. Kalendar yazısı düşüyor. Kalendar. Əsasən hansı dillərdə fəaliyyət göstərib, yazıb, yaradıb Daha şair? çox ana dilində yazır. Ancaq 3 qrafika ilə, ərəb, latin, kiril qrafikaları ilə yazır. Yazıb. Bəli. Wow.
Kağızını görəcək. Stol üstündən falan. Bilirsin, bizim də az yaşımız yoxdur. Bu əşyalar niyə bizə doğmadı? Biz bu əşyaları görməyimizdə görmüşük. İndi əşyalar da dəyişib. Ona görə bu daha çox doğma gəlir. Axı belə teyirsin, bilirsin. Kitab mətli, o dövrdə qoyacaqsınız. Okuduğum kitablardır. Orada, bu şkafda, burada falan. Teşekkür ederim. Bizim bu nazilimizi hem de hem size. Ki siz böyle üzüntüleri, sonuçları saklamışsınız. Çünkü bu önemli bir vaziftir. Bu gelecek nesiller için aslında. Bunları da Abdullah Şair hakkında təsəvvür yaratmaq, yani büyümüşü bu atmosferi yaratmağımız da büyük işi. Yani elə bil ki, hemen zaman geri kaydı ve hemen zamanda sen Abdullah Şair'in üstünün yanında elə bir ondan ders vermek istersin. Ne söylemek istersin. Çünkü o kadar büyük daha insan oldu ki, yani ondan görünmeyin özünde, hatta bu onun kapısını açmağın özünde bir şeref, bir şey olmadı. Abdullah Şair'in hepsini açtım. Abdullah Şair'in yanında durdum. Abdullah Şair'in bir dəftərli kitabını getdim. Gördüm ki, sən bu böyük fəxr və fəxarət hissləri yaradan bir atmosferidir. Yenə deyirəm, Abdullah Şair ölməzlər içərisində olur. Şairin yazıcıdır, dramaturgur. Yəni, bu insanda o kadar enerjindi. Biz de ictimai təşkilatlar olan bizim de enerjimiz var. Gedirik, gəlirik, müəyyən işləri görür ama o enerji böyle Allah verirsin. Çünkü bu saçı cavanlarımız, onların elbette həmişə bu cavanla nəsillər arasında həmişə ister-istemez yaxşı mənada birbirini inkar eləmək olur. Ama bütün hallarda bilirsən, gənc nəsil, mən deyə bilmərəm ki, biz gənc nəsil, biz daha yaxşıyıq. Yox, o deyil. Sadəcə olaraq biz həmişə özümüzün kökümüzə köklənib gələcəyə getməliyik. Əgər biz kökümüzdə ağacdır köksüz olanda, bina köksüz olanda, nəsil olanda, ona çox ömür də çox olmur. Amma bizim kökümüz varsa, elə bu kökümüzə köklənib gələcəyimizə baxaq. Hökmü biri lazımdır, vacibdir. Ona görə sizə təşəkkür edirəm. Çox gözəl mesajlarınız. Minnətdarıyıq. Mən də bundan sonra çalışaq ki, İradə xanım da bizim borçalar bir zəhmət çəkib gəlsinlər. Qoy gəlsinlər, öz el oğullarının gəlib Böyük Azərbaycanda hansı xariqələr yaratdıqlarını görsünlər. Görülməlidir, baxılmalıdır və qiymət verilməlidir. Salam, hoş gəlmisiniz. Salam. Hoş gəlmisiniz, Pərviz müəllim, Səadət xanım, hoş gəlmisiniz. Hamınızı salamlayıram. Çox gözəl, çox sevindim mən ki, Borçalı Cəmiyyətinin İctimai Birliyinin nümayəndələri Abdullah Şaiqin ocağını ziyarət edilər. Doğrudan bu çox fərəhləndirici bir haldır. Çox sağ olun. Mən sizinlə yadıma düşdü. Nəriman Nərimanovun yubileyində görmüşəm sizi. Orada mən sizinlə ilk dəfə, orada görmüşəm mən sizi. Nasıl tanış gəldi? Orada mən sizin hamınız indi yadıma düşür. Firdovsə xanım idi, Bəli, Həsən müəllim də bu tərəfdə. Bəli, mən də orada Qəmər xanımın yanında oturmuşdum, Cəfər Tədbir Cəvabı. aparırdın. Bəli, Ramiz müəllim. Çox xoşdur. Necə danışdılar qızlar? Kim danışdı? İlham Çox Əsər. gözəl danışdı. Təşəkkür edirik. Çox gözəl danışdı. Qızlar hamısı çox həvəslə Abdullah Şaiqin əşyalarını, xatirə əşyalarını, yaradıcılığını təbliğ edirlər. Bu sağ olsunlar. Sağ olsunlar. Sağ olsunlar.
Nə Hələ suallarınız var? o atmosferdən çıxa bilmirik. Hə. Yəni bayaq xanım deyir ki, Səməd Vurğunda toya burada olur. Yəni mən biraz özüm üçün Bu beynimdə kiçik canlandı. məkanda təsəvvür edin, bax bu otaqda, 4-cü otaqda. Abdulla Şaiqin özünün toyu, sonra o öz tələbəsi, folklorçu alim, tələbəsi var idi. Onun toyunu elədiyi, öz evində 6 ay saxlayıb. Çünki tələbəsinin, özünün yeri məhdud idi. İmkanları da onun həmişə çox yüksək olmayıb. Yəni ancaq həmişə xeyriyyəçiliklə məşğul olub. Bax, tələbəsini burada 6 ay saxlayıb, ona elçi gedib, elçiliyini özləyib, çünki ailəsi razı deyildi. Sonra da toyunu burada eləyib. Həmin o toyda da Səməd Vurğun 14 yaşlı Xavər xanımı görüb, ona vurulub, aşiq olub və yəqin ki, İlhamə danışdı. Bax, bu civanın üstündə öz sevgisini Xavər xanıma bildirib və burada oturublar. Ona atam xatirəsini danışırdı. Danışdım İlhamə onu. Onu mən danışım qoya sizə. Deməli, atam danışırdı ki, mənim deyir, Xavər xanımla onun arasında az yaş fərqi olub. Yəni, Xavər xanım da çox kiçik olub. Deyir ki, bizim otaqların funksiyası çox tez-tez dəyişirdi. Bir gün o, məsələn, bir müddət yataq otağı burada olub, atamın iş otağı orada, bir müddət atamın iş otağı burada olub, yataq otağı. Deyir, o dövrdə, Səməd Vurğun bizə gəlib gedən dövrdə, yataq otağı buradaydı. Biz də üçümüz, mən, qardaşım, bacım, burada mənə anam bizi yatızdırmışdı. Ancaq mən deyir, yuxuya getməmişdim. Yorğanımı başıma çəkib qulaq asırdım. Eşitdim ki, Səməd Vurğun öz hisslərini ilk deməli şeir kitabçasını, Fənər kitabçasını bağışlayır Xavər xanıma və öz hisslərini ona bildirir. Bildirir, bunun da hamısını mənim atam eşidir. Səhər deyir, duran kimi getdim anama xəbər verdim ki, Səməd dayı Xavər xanıma sevgisini bildirir və bunu deyir, ailəyə ilk çatdıran mən olmuşam. Xavər xala utanırdı, mən deyir, anama bunu dedim. Sonra bir dənə də sizə maraqlı bir hadisə danışım. Şaiqin o deyirdilər də mələk xislətli. Yəqin ki, İlhamə sizə deyib, İsmail Hikmət böyük türk alimi. Burada Abdulla Şaiqlə bir yerdə işləyirdi. O deyirdi ki, əgər kimsə desə ki, bir nümunə göstərir mənə mələyə, mən deyərəm ki, Şaiqdir mələyə nümunə. Mələk xislətli bir insandır. Eyni zamanda da çox möhkəm əqidəli, öz türkçülük ideyalarına, öz Azərbaycançılıq ideyalarına sadiq, möhkəm bir insan idi. Və deməli bir gün bunların evlərinə bir ət satan gəlirdi səhərlər. Bunu bizə tədbirlərdən birində, bunu atam danışmır. Səməd Vurğunun qızı Aybəniz xanım danışır. Deyir ki, Mirzə dayı bax belə bir yumşaq insan idi. Deyir, səhər tezdən gələrdi o. Mirzə dayı da deyir, səhər tezdən durub, o qapını döyə kimi gedirdi qapıya, əti özü alırdı. Niyə? Çünki deyir, Şahzadə xanım ətçi ilə biraz pul söhbəti edirdi. Deyirdi ki, biraz ucuz ver. O ətçini incitməməkdən ötürü, onun pulunu kəsməməkdən ötürü Şaiq özü dururdu, gedirdi yavaşcadan səhər tezdən əti alıb, qoyurdu ki, Şahzadə xanım oyanmasın və ətçinin pulunu kəsməsin. İndi Şahzadə xanım da xanım idi da, yəni evi idarə eləməli idi. Şaiq heç vaxt bu işlə məşğul olmayıb. İndi nə gətirirdi, onunla gərək Şahzadə xanım ailəni idarə eləyirdi. O, onun fikri idi. Şaiq də bax belə bir şey edirdi. Yəni, bu kiçik xatirələrdir, bu evlə bağlı, bu məkanla bağlı. Belə. Bilirsən, insan, əvvəl bəlkə də biz bu ev daha hamıya böyük görünür. İndi zaman keçdikcə mən öz atamın evinə gedirəm, ev mənə balaca gəlir. Amma mən əvvəl uşaq vaxtları bilirdim, bizim evlər boyda böyükdür.
Ama indi təsəvvür edin ki, o zaman hər kəsə belə indi bizə kiçik kimi görürsə də böyük bir ev. Görün burada kimlər olur. Hamısı. Bülbül burada Səməd Vurğunun toyunda gözəl ifalar eləyib və Abdullah Şaiq də Bülbülün o ifasını eşidəndən sonra maestroya ona bir şeir həsr eləyib. Bədahətən Hüseyn Cavid, Mikail Müşfiq, Cəfər Cabbarlı, Yusuf Əzir Çəmənzəmili, bütün o dövrün məşhur bu simaları hamısı atam danışardı, deyərdi, bu stola siz əlinizi vurub, burada onların hamısının elə bir ruhlarını hiss edəcəksiniz. Və yaxud da mən bunu hamıya danışıram. Deməli, buranı Mədəniyyət Nazirliyi təmin eləyəndə istəyirdilər bu qapıları dəyişdirsinlər, bunu biraz müasir eləsinlər, atam icazə verməyib. Deyir, çünki bu tutacaqlarda mənim atamın əli dəyib. O dövrdə bura gələn Səməd dayının əli dəyib, Hüseyn Cavidin əli dəyib. Siz necə bunu dəyişdirirsiniz? Buranın elə o ləzzəti ondadır ki, burada o insanların hamısının energetikası var. Əlizdə xatirələri var. Hə, xatirələri var. Siz dediniz ki, orada Səməd Vurğunla Xavər xanım oturur. Ben deyirəm, Sivonam kimi ev orada bir oturur. Əslində biz icazə vermirik, yavaşca otura bilərsiniz. Bax, belə. Siz babanızı görmüsünüz mü? Mənim 2 yaşım var idi Abdullah Şaiq rəhmətə gedəndə. Düzdür, babamın ilk nəvəsi olmuşam. Atam da həmişə danışırdı ki, xatirəsi var idi belə. Atam biraz Abdullah Şaiq özü də deməli birinci dəfə evlənəndə çox cavan idi. İlk deməli həyat yoldaşı cəmi 6 ay yaşayıblar, xəstə idi, vəfat edib. Ona şeir də yazıb, həmin o şeir oradadır. Ancaq sonra uzun müddət evlənməyib, bəli, sonra deməli Şahzadə xanım isə Dərbənd bankının, Dərbənd bankının müdiri Əhməd bəy Mirzəbəyevin qızı olub Dərbənd şəhərində. Və ora Cənikin hücum eləyəndə, bunlar deməli Azərbaycanlılar hamısı köçüblər. Fəridə sən düşə bilərsən, qızım yaxşı. Hə, onlar hamısı deməli qaçıblar oradan. Əhməd bəy Mirzəbəyevin də ailəsi köçüb, bax bu binada 1-ci mərtəbədə məskunlaşıb. Və deməli Abdullah Şaiqin anası Şahzadə xanımı görüb bəyənib o qızı. Çünki çox gözəl qız idi. Ağbəniz, üzü, çəhrayı, iri ala gözləri var idi. Açıq rəngli saçları və bəyənib. Sən demə Abdullah Şaiq özü də onu görüb, bəyənib, sevib. Beləliklə bu 2 cavan evlənirlər. Ancaq Abdullah Şaiqin artıq müəyyən yaşı var idi. Sonra oğlu Kamal da biraz gec evlənib və ilk evladı 3 ildən sonra dünyaya gəlib. Və Abdullah Şaiqin ailəsində bu xüsusi sevincə səbəb olub. Abdullah Şaiq də, mən anadan olmuşam. Deməli, Abdullah Şaiq də bu hadisəyə o qədər sevinir ki, şeir yazıb. Ülkər adlı şeir, həmin o şeir İlhamət bəlkə göstərməyib, orada əl yazması da var, Ülkər. Deməli, ümumiyyətlə Ülkər ulduzu Abdullah Şaiq üçün bir azadlıq rəmzi idi, bir türkçülük rəmzi idi. Onun hələ 18-ci ildə, 16-cı ildə, 14-cü ildə yazdığı o şeirlərdə o Ülkər ulduzuna bir azadlıq rəmzi kimi müraciət edir. Ona görə də deməli, həmin o şeirdə deyir ki, yerdə, göydə doğmuşdu 2 Ülkər ulduzum. Yəni, mən o ulduza o qədər o rəmz kimi baxırdı, sitayiş eləyirdi ki, ilk nəvəsi olanda da adını İlkər xanım, bəlkə Azərbaycanda ilk Ülkər adında sizdə olur. Yox. Ondan sonra Əliyə Köçərlinin qızı Ülkər, o sizdə böyükdür. Yox, o mənim yaşıdım idi, mənim yaxın rəfiqəm idi. Biz bir həyatda böyümüşük, bir sinifdə oxumuşuq, bir parta arxasında oturmuşuq. Mən Göygöz Ülkər idim, o Qaragöz Ülkər.
Mənim yaxın Allah ona rəfiqəm, Allah ona rəhmət eləsin. Yəni Çox o vaxtdakı gözəl. kimi populyar deyildi. Populyar deyil də, ancaq mən sizə deyim ki, Borçalıda Ülkər adında mən orada olanda bir yaşlı bir qadın var idi. Bir də Borçalı var. Marnauli'də. Biz ora, atam bizi aparmışdı orada bir qadın var idi, adı Ülkər. Səhv eləmirəmsə, Abdullah Şaiqin də babaları Marnauli'dən olub. Bəli, Marnauli'dən. Ulu baba yurdu Marnauli'də, Borçalı. Borçalıdandılar. Bunların deməli Abdullah Şaiqin doğmaca əmisi uşaqları Borçalıda yaşayıblar və onların indiyəcən qohumlarımız var orada. Düzdür, bəziləri köçüb gəliblər, ancaq orada var, hətta orada Abdullah Şaiqin bir Kamal adında əmsi oğlu var idi. Onun deməli nəvəsinin evində Abdullah Şaiqin 120 illiyi ilə bağlı nəvəsi bir otaq düzəltmişdi və oranı muzey kimi eləmişdilər. Və o evin də qabağında xatirə lövhəsi var indi. Düzdür, xatirə lövhəsi biraz dağılıb, köhnəlib, ancaq mən əlaqə saxlamışdım bizim orada Gürcüstandakı səfirliklə, onlar bilmirəm. Söz veriblər ki, o lövhəni bərpa eləsinlər. Görək. Gözləyirik. Gözləyirik, belə. Əgər suallarınız varsa, verin. Yoxdursa düşək bir stəkan çay içək. Hə, xatirə şəkli çəkdirək.